Can olmasa canana fəda can ola bilməz. Can qədri bilən aşiq-i canan ola bilməz. Hər can deyən öz yarına qurban ola bilməz. Eşqin yoludursa bu yol asan ola bilməz. Hər səcdə rükuya gedənə söyləmə abid. Hər tərki fəna eyləyənə söyləmə zahid. Hər xəncər əlində olana baxma mücahid. Hər qari olan amil Qur'an ola bilməz. Haqq əhli olan kəsləri pünhanda görürsən. Nahaqq olanı məclis-ü meydanda görürsən. Hilə bu qədər bəzi müsəlmanda görürsən. Bu hilə və bu məkridə şeytan ola bilməz. Gör kafir olan ismi müsəlman nə qədər var. Gör kafir olan ismi müsəlman nə qədər var. Gör surəti insan ilə şeytan nə qədər var. Bax gör bahalı mülküdə heyvan nə qədər var. Hər ünsü tutan dəhridə insan ola bilməz. Axtarma könül hər sədəf içrə dür gövhər. Hər tövbə edəndən olamaz hürr-i dilavər. Bir sərçə nədir ki, ola simurğa bərabər. Milçək nə qədər uçsa da tərlan ola bilməz. Cəm olsa bütün gölməçə olmaz yenə dərya. Hər məşki asan çiyninə səqqal deyil əsla. Çox baş kəsilib torpağın üstə düşər əmma. Hər baş ucalıb nizəyə mehman ola bilməz. Evlər ucalır göylərə əmma ki təməlsiz. Abidlər elmsiz olub alimlər əməlsiz. Dəhşətdü fənai ölür insanlar əcəlsiz. Həqdir bu sözüm söyləmə ey can ola bilməz. Həqdir bu sözüm söyləmə ey can ola bilməz. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız. Qum Daneləri verilişi yeni efirdədir. Daimi qonağımız ilahiyyatçı alim Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük sizi bir daha. Allah razı olsun. Buyurun, tamaşaçılarımızdan bir salamlaşın. Salamlayıram sizi, simavızda bütün izləyicilərimizi inşallah. Allah qorusun hamımızı. Allah razı olsun. Hacı, bugünkü verilişimizdə sualımız budur. Ən yaxşı bəndə hansı bəndədir? Yəni, insan bütün məxluqların içində, yaranmışların içində Allahın şah əsəri hesab olunur. Yəni, sözün əsl mənasında əsl bəndə olmaq üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Bismillahirrahmanirrahim. Salamlayıram sizi, sizin simavızda bütün əziz izləyicilərimizi. Allah təbarək və təala bu ayın fəzilətini cümləmizə nəsib eləsin. Çox gözəl sualdır. Bizim ümumiyyətlə belə baxsaq məsələyə, məsələn, aləmdə olan hər nəyin ərəb dilində desək, Quran məntiqində desək, məsələn, hədisdə keçir ki, xeyrukum mən təalləməl Qur'an və əlləməhu. Yəni, sizin içinizdə ən xeyirləriniz Qur'anı öyrənənlər və öyrədənlərdir. Məsələn, günlərin ən gözəli cümə günüdür, ən xeyirlisi cümə günüdür. Ayların ən xeyirlisi şəhru Ramazandır, Ramazan ayıdır. Peyğəmbərlərin ən xeyirlisi Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdir. Vəsilərin ən xeyirlisi Əli ibn Əbi Talibdir. İndi sizin sualınızın üstünə gəlsək, məsələn, belə düşünək ki, bəndələrin ən xeyirlisi kimdir? Ən xeyirli bəndə kimdir? Bu baxımdan o sualı biraz da genişləndirək fikrinə düşdüm. Yəni, qısa da cavab vermək olar ona. Amma biraz başqa prizmadan yanaşsaq, bəndələrin içində Allah istəyirdi insan ona bəndə olsun və Allah bəndə yaratdı, kamil insan yaratdı. Hədəf kamillik idi, günbəgün kamilliyə tərəf addımlamaqdır. Görəsən, ən kamil insan olmaq üçün, ən yaxşı bəndə olmaq üçün, ən nümunəvi bəndə olmaq üçün nə etməliyik? Bu sualı belə açıqlayaq. Məsələn, təsəvvür edin, İmam Sadiq əleyhissalamdan hədisdə keçir, buyurur ki, elə olun ki, analar
öz övladlarına sizi göstərsinlər və nümunə olaraq misal vursunlar, misal çəksinlər, onu kimi ol desinlər. Yəni demək elə bir forma var, insan ora düşəndə, o formada olanda kimlərsə arzulayırlar onu kimi olsunlar. Nə gözəl. İndi o hansı formadır İslam baxımından, dini baxımdan, bəndəlik hansı xüsusiyyətlərə malik olmaqdır ki, zaten bəndə olmağın özü insanların məhəbbətini qazanacaq. Yəni insan bəndə olarsa, buyurur, bütün qəlblərin kontrolu Allahın əlindədir. Sən qəlbi Allaha ver, bütün qəlblər sənə tərəf yönələcəklər. Bu təbiidir. İlahi qəlblərdən söz gedir, Allahı sevən qəlblərdən söz gedir. Mən bir neçə dənə hədis bu barədə sevgili Peyğəmbərimizdən və başqa Əhl-i Beytin başqa üzvlərindən bir neçə hədis gətirəcəm. İlk olaraq bunu deyim ki, baxın, hər nəyi Quranda axtarmaq lazım deyil. Məsələn, nə deyirsən, deyirlər ki, bu Quranda var. Quranda hər şey yoxdur ki, biz keçən verilişlərimizdə bunu işarə elədik. Quranda ümumi qaydalar var. Biri mənə bir dəfə dedi ki, Quranda qəbir əzabı var. Dedim, siz namaz qılırsınız? Dedi, xeyr, dedim, Quranda namaz var. Güya siz Quranla gedirsiniz, yəni Quranda yoxdursa ona görə eləmirik, qəbul eləmirik. Əgər Quranda olanı edirsinizsə, oruc Quranda var, namaz Quranda var, niyə eləmirsiniz? Demək o ki, o adamlar ki, bunun dalıcadılar, bu Quranda yoxdur, onlar birinci İslami hədəflər dalıca deyirlər. Sadəcə hansısa İslami bir gözəlliyi aradan aparmaq istəyirlər. İstəyirlər o gözəlliyi insanların fikrində ona bir şübhə atsınlar, şübhə ilə yanaşırlar və deyirlər ki, bu Quranda yoxdur ki. Güya Quranda olan hər bir şeyə bunlar əməl edirlər. Quranda olanlara əməl elə, sonra axtarda. Bu bir, ikincisi də Quran-ı Kərimdə hər nə yoxdur. İşarələr var. Quran yazmayıb heç bir yerdə ki, bu namazı belə qılmalısan, o namazı belə qılmalısan. Misal, keyfiyyətlər yoxdur. Ümumi məsələlərə işarələr var Quran-ı Kərimdə. Quran-ı Kərimdə bəndəlik haqqında danışıqlar var. Məsələn, bir yerdə buyurur ki, Ətiyullah və Ətiyur Rəsul və ulil əmri minkum. Deyirlər, Quranda var bu dediyimiz hədislər. Deyirəm, bəli, Quranda var. Deyir, harasında? Deyirəm, Quranda var ki, deyir, Allaha, Peyğəmbərə və əmr sahiblərinə, imamlara itaət elə. Bu söz də Allahın, Peyğəmbərin və Əhl-i Beytin sözüdür. Quranda var ki, ma atakumur Rasul fəxuzuhu. Sizə Allahın, Peyğəmbərin nə desə, onu tutun, ondan möhkəm yapışın, qəbul edin onu. Demək, indi də Quranda olmasa da Peyğəmbər deyibsə, Quran sözüdür. Niyə? Çünki Quranda o var idi axı. Onu Allah Peyğəmbər üçün buyurmuşdu. Və yaxud var, ma yantiqu anil həva in huve vahyun və yuha. O heç nəyi özündən danışmır, onun danışdıqları hamısı vəhy idi ki, ona Allah tərəfindən vəhy olunur, göndərilir. Deməli, bu söz ki, bu Quranda var, o söz düşmən tərəfindən atılan sözdür. Bizim çox məsələlərimiz var, Quran-ı Kərimdə yoxdur, hədislərdə var, sirədə var, Peyğəmbər sünnəsində var. Bunlar hamısı da etibarı Quran qədərdir. Bu sözlər hamısı Quran qədər mötəbərdir. Quranın açıqlamaları Peyğəmbər sünnəsindədir, Peyğəmbər sözlərindədir, Peyğəmbər rəftarındadır, Peyğəmbərin əməllərində biz bunları görmüşük. O yüzden indi mən bir neçə hədis və ayələrə işarə eləyəcəm. Ən yaxşı bəndə olmaq üçün nə etmək lazımdır? Bir dənə İmam Rıza əleyhissalamdan bir hədis var. Həzrət Rıza əleyhissalam 52 il Mədinədə yaşamışdı. Ömrünün son dönəmlərin 2-3 ilin gəldi Xorasanda yaşadı. Xorasan, indiki Xorasan ki, İranın bir hissəsində Məşhəd şəhəri falan var. O vaxt Mərv adlanırdı. Ora İrandan ayrı bir yer idi. O vaxtı Xorasan ərazisi indiki İran ərazisindən böyük idi. Yəni Mərv də oranın mərkəziyyətini təşkil edirdi. İmam Rıza Mərvə gəlmişdi əslində. Və İmam Rıza əleyhissalam orada tanımırdılar. Həzrət əleyhissalamın bir hədis var, deyir ki, xeyrukum, sizin ən gözəlləriniz, ən yaxşılarınız olardılar ki, İza əhsənu istəbşəru. Yaxşılıq eləyəndə sevinərlər. Nə gözəl. İnsan indi istəyirik bu verilişimiz buna həsr olunsun ki, bizim ən yaxşı bəndəmiz kimdir? Ən yaxşı insan kimdir? İmam Rıza əleyhissalam buyurur, sizin ən yaxşılarınızın birincisi odur ki, yaxşılıq eləyəndə sevinir. Sevinir. Xoşallıq gəlir içindən ona. İza əhsənu, həsənə eləyir, yaxşılıq eləyir, istəbşəru. Başlayır sevinməyə. Daxilən sevinir. Üzündə görünür. Görürsən onu, deyirsən, nəsə elə bil sevincəksən. Deyir, heç. Bir yaxşılıq eləyib hardasa, o sevinc vurub onun üzünə, rəftarına, özünü göstərir. Bu yaxşılıq həmişə maddi tərəfdə deyil. Bəzən insan yaxşılığı sözü ilə eləyər. Yaxşılığı bir əməli ilə eləyər.
Görürsən, məsələn, başa salar kimsə, onun işi düzələr, bu olar yaxşılıq. İmam Rza əleyhissalam özü öz sirəsində bunu bizə göstərib. Deyirlər, Mərvə gələndən sonra Həzrət onu Mədinədə hamısı tanıyırdılar, amma burada heç kim tanımırdı. Gəlmişdi vəliyə əhd idi. Məsələn, siyasi cəhətdən məmləkətin ikinci adamı idi. Amma bilmirdilər bu kimdir. Adını bilirdilər, Peyğəmbər balasıdır. Məsələn, Samilul Hücəzli İmam Rza əleyhissalamdır. Amma üzdən tanımırdılar bunu. Bu getmişdi, ümumi cəmiyyətin içində gəzirdi. Getdi bir ümumi hamama. Qədim hamamlar var idi, ümumi hamamlar. Getdi ora, orada da cavanlar gəlirdilər, müxtəlif adamlar gəlirdilər. İndiki hamamlar kimi deyildi o vaxtı. Hovuz var idi, gəlirdilər, hovuzdan su götürürdülər, istifadə edirdilər. Hovuzun kənarında oturub orada qabla su götürüb çimirdilər. Orada bir əskər, bir nəfər hərbiçi, o da gəlmişdi hamama. Oturmuşdu oradan, sudan götürdü, başına tökdü və əlin indi bir maye başına vurdu, sabun vurdu başına, üzün başını təmizləmək üçün. Sonra da suyu görmədi. Sabun bunun gözünü tutdu, bir əli başında, yaxındakını çağırdı. Dedi, mənim dostum, olar o sudan mənim başıma tökəsən, mən başımı yuyum. Ağı idi. İmam Rza ağa idi. İmam Rza ağa götürdü, sudan başladı bunun başına su tökməyə, bu da başladı, başını yudu. Yuyandan sonra Həzrət onunla bir-iki kəlmədə danışdı. Götürdü bu kisəni, verdi ağaya. Dedi, olar mənim əlim çatmır, kürəyimin burasına, ora bir kisə çəkəsən. Ağa götürdü, başladı bunun kürəyinə kisə çəkdi. Cəmaat da var orada. Bir nəfər ağanı tanıdı. İçəri girdi adam qıraqdan, tanıdı və komutanlardan idi. Böyüklərdən idi, saraya gəlib gedənlərdən idi. O ağanı tanıdı. Əsəblə dedi, ya cundi, ey əskər, bunu çağırdı. Əskər özünü toparladı, dedi, bilirsən bellivi kisələtdirmək istədiyin şəxs kimdir? O Peyğəmbər balasıdır, məmləkətin ikinci, hələ birinci adam idi, imam idi, amma bunlar indi məmun onu vəliyə əhd qərar vermişdi o siyasi oyunlarına görə. Məmləkətin ikinci siyasi şəxsiyyətidir filan. Əskər durdu buna, İmam Rza dedi, xeyr, narahat olma, mən bu işi sevərək elədim. Ətrafdakılar dedilər ki, ey Peyğəmbər balası, həqiqətən sevilərək olunan yaxşılığı biz sizin simavızda gördük. Həzrət bunu hələ belə demirdi. Özü də buna əməl eləyirdi. Buyurur, ən gözəl bəndə, xeyrukum, ən yaxşımız, içimizdə ən yaxşımız o şəxsdir ki, bir, İza əhsənu, birinci budur ki, gərək yaxşı əməl eləyəsən. Yaxşı əməl eləməyən adam zaten bu miqyasda yoxdur. Yaxşı əməl eləyəsən və yaxşı əməli sevə-sevə eləyəsən. Bizdə fəlsəfədə 4 yerə, sosioloqlar, fəlsəfəçilər 4 yerə bölürlər insanları. Deyirlər, bəzi insanlar var, yaxşılıq eləyir, yaxşılığı yaxşı edir. Bu bir qrup insanlardır. Bəzi insanlar var, pisliyi eləyir, pisliyi pis eləyir. Pisliyində bir sərhəd tanımır. Bəzi adamlar var, yaxşılıq eləyir, yaxşılığı pis eləyir. Bəzi adamlar var, pisliyi eləyir, amma pisliyində bir sərhəd tanıyır. 4 qism insan var. Əhl-i Beyt o başda olanlardır. Yaxşılıq eləyirlər və yaxşılığı yaxşı formada eləyirlər və yaxşılıqdan zövq alırlar. İndi görsən, adam var, yaxşılıq eləyir, onu pis eləyir. Biri danışırdı, deyir, mənim dayım bizə birdən soyuducu almışdı. Var da belə cəmiyyətdə adamlar. Deyir, soyuducu almışdı, hələ bizə gələndə soyuducuya aid olan məsələlərdən danışırdı. Gəlirdi bizə deyirdi ki, su qoymusunuz soyuducuya. Bilirdi, onu demək istəyir ki, mən soyuducu almışam. Ay bala, oradan o soyuducudan bir stəkan su gətir için. Yəni fikri buradaydı ki, hələ bir növ bildirsin ki, onu mən almışam, ha siz için məsələn. O yaxşılıq eləyəndə yaxşılığı yaxşı eləmək lazımdır. Minnət qoymaq olmaz. Quran açıq ayəsidir, buyurur ki, öz və la tubtilu sadaqatikum bil manni vel aza. Əziyyət eləməklə, minnət qoymaqla öz verdiyiniz yaxşılıqları, sədaqələri iptal eləməyin, batil eləyib aradan aparmayın. Deməli, yaxşı bəndənin gözəl xüsusiyyətlərindən biri budur ki, İza əhsənu, gözəl iş görəndə istəbşəru, sevinərlər, fərəhlənərlər, daxilən. Bu ücub deyil, ha, bu sevinməkdir. Onları sanki məsələn, Əllamə Təbatabayın Allah rəhmət eləsin, Əllamə gecə namazın bir ömür tərk etməyib. Amma bəzən bu yaxşı işlərdən adamlar ki, yaxşı işlər görüblər, biri gəlir buna deyir ki, ağa, anam xəstədir. Anam xəstədir. İndi bəzən görürsən 8 mart ərəfəsini keçdik biz.
İnsanlar hamısı analarına hədiyyə alırdılar filan. Ümumi dünya qadınlar günüdür, belədir. Qız uşaqları üçün hədiyyə aldı. Bu ananın, qadının bir günü olmuş ki, bunlar hər gün bunların günüdür. Hər gün bunların günüdür. Bir yerdə oxumuşdum, deyir, bir nəfər ana var idi. Qoyun saxlayırdılar, sürü ilə çıxırdı qırağa. Bir gün gəldi, öz uşağını da, qızını da öz çiynində aparmışdı. Birdən gördü, bir qurd gəldi, bir quzunu götürdü, qaçdı. Ana da uşağını qoydu yerə, qaçdı bu qurdun dalıyca. Bəlkə qovaram, qorxuzaram, qışqıraram, quzunu buraxar. Getdi, dağda azdı. Azandan sonra qayıtmadı. Kənd əhli, məntəqə əhli gəldilər, o uşağı tapdılar oradan. Tapdılar, uşağı apardılar, böyütdülər və uşağına danışdılar bu anasının hadisəsini. Danışdılar, deyirlər, o ana itən yerə bu qız həmişə gedərdi. Böyüyə, yaşdana, həmişə gedərdi orada anasını axtarardı. Və həmişə oradan gedəndə güllər yığardı. O yerə ki, insanlar getmirlər, oralara qalxardı. Oradan güllər gətirərdi. Bir dəfə bu fikrə düşdü ki, mən bu ədviyyə satanlar var, ətir satanlar var, güldən ətir hazırlayanlar var. Mən bu güllər ki, cəmiyyət bunları tanımır, gözəl qoxusu var, onlardan yığın, gətirim o gülləri verin bu ədviyyəçilərə satsınlar. Gətirim satın bunlar. Gətirdi bunlara verdi, bunlar ətir düzəltdilər, bu ətirə məhəbbət yarandı. Bu ədviyyəçilərdən, əttarlardan soruşurdular ki, bu ətirin adı nədir? Bunlar bilmirdilər nədir. Bilmirdilər hansı güldür, adı yox. Vəhşi güllərdən götürüb gətirirdilər. Bu qızdan soruşdular, bu güllərin adı nədir? Dedi, bu güllərin adı ana iyidir, ana qoxusudur. Dedilər, necə? Dedi, mən anamın iyinin dalıyca getmişəm, bu gülləri toplamışam, gətirmişəm. İndi Əllamənin yanına biri gəlir, deyir, anam xəstədir, gecələr ona xidmət eləyirəm, namaz qılırdım həmişə gecə namazı, indi qıla bilmirəm, tez-tez durur ana, ağrıyır, inciyir, mən də ona xidmət edirəm. Əllamə ona baxır belə, deyir ki, cavan, bir ömürdür gecə namazımı tərk etməmişəm, gecə namazım tərk olunmayıb. Gəl müamilə eləyək. Bütün gecə namazlarımın savabını verirəm, o gecə durub anıba xidmət eləyirsən, o savabını ver mənə. Bir neçə gün eləmsən, neçə ay eləmsən, mən bir ömürdə Allahümə təbəayının namazını verirəm sənə savabını. Onun savabını ver mənə. Ev əhli deyir ki, sonra bu cavan gəlmişdi, fərəhlə, heç yatmırdı. Deyirdi, anam ağrısa mən birdən gec oyanaram. Yatmırdı, durub ona xidmət eləyirdi və sevinirdi bu işdən. Sonra Əllamiyə də gəlib danışır, deyir, ev əhli mənə deyirlər, elə sevincək anaya xidmət edirsən. Əllamə ona bu hədisi buyurur. Buyurur ki, yaxşılar olardılar ki, İza əhsənu yaxşılıq eləyəndə istəbşəru, sevinərlər, yaxşılıqdan zövq alarlar. Yaxşılığı minnət qalxınca eləməzlər insanların başına. Demək, yaxşı olmaq üçün birinci xüsusiyyət budur. İkinci xüsusiyyət nədir? İza əsau estəğfəru. Elə ki, deyir, pis eləyərlər, cinayət eləyərlər, pis iş görərlər, günah eləyərlər, istiğfar eləyərlər, tövbə eləyərlər. Daha bəraət qazandırmağa qalxmazlar. Həmən başlasınlar öz işlərinə desinlər, yox, mən düz elədim, mən belə eləməli idim. Bilirsiniz necədir? Bir dənə böyük alimlərdən biri Carnegie, Dale Carnegie, bunun 2 dənə böyük əsəri var. Mən Carnegie'dən zaman-zaman danışıqlarında sitat gətirirəm. Bunun 2-ci əsəri çap olan vaxtı, bir dost tapmaq haqqında bir əsəri var. Çap olan vaxtı elan eləmişdilər, bütün dünya gözləyirdi ki, Carnegie-in bir əsəri çıxacaq. 40 milyon ingilis dilli xalqlardan bunun əsəri çıxmamışdan abunə olmuşdular. Demişdilər, kitab çıxanda bizə göndərin. Hələ kitab çıxmayıb. Birinci əsərini görmüşdülər deyə, bilirdilər Carnegie güclü yazacaq, güclü yazıcıdır. Təcrübələrini yazmışdı Carnegie. Təsəvvür edin, məsələn, bizim kitablarımız 3000, 5000, 10000 tirajla olanda sevinirik, deyirik ki, 10000 tirajla filan kəsin. Bunun kitabı 40 milyon çıxmamışdan abunə var idilər. Deyirlər, bizə göndərərsən. Orada bir yerdə yazır ki, mən Amerikada ən böyük həbsxanalardan biri ki, orada 15 ildən yuxarı əbədi həbs, 15 il ən az həbs müddəti olanlar 15 il idi. Mən onlarla görüşürdüm, o həbsxanaya getmişdim. Mən orada bir şey başa düşdüm.
Bir şey başa düşdüm, onlarla danışandan sonra adam 5 dənə adam öldürüb, 3 dənə adam öldürüb, təhlükəli cinayətkardır, küçədə gəzmək, azadlıqda qalması təhlükədir bu adamın. Ondan da soruşurdum, deyirdim mən günahsızam, mən başa düşmürlər. Ən qatı cinayətkar cinayəti törətməmişdən qabaq Podsoznat elini şuuraltısında naxudagahında özünə bunu bəraət qazandırır. Mən bunu eləməliyəm. Mən bunu eləməsəydim belə olardı, elə olardı. Birinci insan özünə bəraət qazandırır. Çünki insanın vicdanı var axı. Bu sosioloji, psixoloji cəhətdən belədir. Vicdan onu rahat buraxmaz, qoymaz o işi görməyə, o cinayət eləməyə. Bu birinci özünə bəraət qazandırır, sonra gedir cinayət eləyir. Deyir mən bunu eləməli idim. Ən qatı cinayətkarlar belə bu işdə belədirlər. Yəni əvvəl özlərinə bəraət qazandırırlar. Amma mömin ki, yaxşı mömin olur, xeyirli insan, Həzrət buyurur İmam Rıza əleyhissalam, odur ki, İza əsaə, elə ki bir pis iş görər, istəğfərə, həmən qaçar deyər, ilahi mənə bağışla. Da belə yox ha, biri gəldi İmam Rıza əleyhissalamın yanına, öz xatirələrində deyir, hərəminə, qəbrin ziyarətinə gəlir, oğru idi. Amma tövbə eləmək istəyirdi, gəldi, dedi ki, ağa, mənə bağışla. Allahdan istə, Allah mənə bağışlasın. Söz verirəm, Allahdan istə, mənim bu günə qədər elədiyim bütün məsələlərin altına bir xətt çəksin. Mən bundan sonra heç bir cinayət eləməyəcəm, heç bir oğurluq eləməyəcəm. İndi deyir, bilmirəm, ağa istədi, qaldı, qalmadı, istədi, Allah elədi. Əlbəttə Allah eləməyəcək, çünki oğurluq haqqunasdır. Haqqunası Allah bağışlamır. Qul haqqını Allah keçmir. Qul haqqı belədir ki, onun sahibi keçməlidir ki, sonra Allah keçsin. İlahi haqları, cinayətlər ki, Allaha qarşı eləmişik, üsyanlar ki, Allaha qarşı eləmişik, onu Allah keçir. Amma insanların haqqını tapdaladığımız yerdə Allah keçmir. Gərək insan keçsin, sonra Allah keçsin. Deyir, oradan çıxdım elə, gördüm bir dənə üzüyü satan yerdə bahalı bir daşqaş qoyublar. Müştəri baxdı, qoydu bir tərəfə. Diqqətimi çəkdi, gördüm, heç kimin diqqəti məndə deyir. Özü də elə yerə qoyulub ki, kamerada tutmur oranı. Baxdım, deyir, hərəmdən çıxmışam. Özümü bağışlatdırmışam öz fikrimdə, götürdüm onu. Götürdüm, qayıtdım hərəmə. Girdim içəri, dedim ki, ağa, o ki xətt çəkmişdi, çəkdirmişdi hamısının altına. Bunu da ora əlavə elə, bundan sonra heç nə eləməyəcəm. Da bu cürə istiğfar olmaz ki, bu cürə tövbə eləmez. Deyir, bunu deyəndən sonra özümdən utandım. Oradan elə bir meh həsdi mənə tərəf, qayıtdım dala. Gəldim o dükana, qoydum onu. Dedim, bunu buradan götürmüşdüm, bağışlayın mən. Danışdım əhvalatı da. Bu əhvalat da belə yayıldı ki, bu adam belə, yəni sözüm buradadır ki, adam günah eləyəndə istiğfar eləməlidir. Adam günah eləyəndə Allahdan bağışlanmaq diləməlidir. İstiğfarın, tövbənin birinci başlanğıcı da peşmançılıq. Peşmançılıq. Ən-nidamə. Yəni peşman olmalısan. Peşman olsun, artıq özünə bəraət qazandırmayacaqsan o işə görə. Deməli, ikinci əməl ki, bizi xeyirli insan eləyər cəmiyyətdə, faydalı insan eləyər və biz həqiqətən də bəndələrin ən gözəllərinin sırasına, siyasına daxil olarıq. O budur ki, biz pis iş görəndə bir tövbə edək. Pisimizi çalışmayaq bəraət qazandırmağa. Biri bizə deyəndə niyə belə eləyirsən, deməyək sən də belə eləyirdin. O mənə belə desin. Adamlar var, hazırlaşırlar. Məbada günə. Biri ilə dostluq eləyir, özü üçün dela yaradır. Dostluq eləyir, onun səhvlərindən yaradır. Lazım olanda ona deyəcəm. Bu xəbasətdir. Şeytani xislətdir bu. Dostluqda belə şey olmaz. Dostluqda sərhəd olmaz. Dost dostun yanında özün yığıb oturmamalıdır. Deməməlidir, özümü qoruyum birdən. Biz qurd deyilik, biz insanıq. Biz insanıq, biz bir-birimizin yanında ehtiyatsızlıq eləyə bilərik. Biz bir-birimizin yanında zarafat eləyə bilərik. Biz bir-birimizin yanında nəsə bizdən baş verə bilər də bu cəmiyyətdə çıxasan, məbada günə saxlayasan. Qardaşın da bilirsən nələr var, lazım olanda açacam üstün deyəcəm. Yox, bu dostluğa sığmayan məsələlərdir. Bu insanlığa sığmayan məsələlərdir. Bu dostluq mərdliyinə, mərdaniliyinə sığmayan məsələlərdir. Əhl-i-Beyt belə dost olmayıblar. Ona görə buyurur ki, sizin ən yaxşılarınız odur ki, pislik elədiniz, bir pislik sizdən baş verdi, istiğfar eləyin, peşman olun, Allahdan bağışlanmaq istəyin. Üçüncü xislət, Həzrət buyurur ki, yaxşılarınızın üçüncü xüsusiyyəti budur ki, onlara Allah bir şey verəndə şükr eləyərlər. Bu şükr mərtəbəsi çox böyük mərtəbədir. İnsan şükür eləməyi bacarsın. Əbu Haşim Cəfəri Xorasandan gəlmişdi İmam Hadi əleyhissalamın xidmətinə. Böyük şəxsiyyət idi. Əbu Haşim Cəfəri kasıb idi. Əhl-i Beyt məhəbbətinə görə əziyyət olmuşdu, zindana düşmüşdü.
Zindandan çıxdı, gəldi, ailəsi bu ilə yola getmədi. Buna dedilər o zindanda olan vaxtların idi. Bu da indi çıxıb gəlmisən, heç nə də əlindən gəlmir. Biz də qalmışıq, sən də qalmısan. Nə faydası var? Allah heç kimi ailə xəcalətlisi eləməsin, övlad xəcalətlisi eləməsin. Bu utandı, narahat oldu. Xanım buna belə dedi. Durdu, gəldi ağanın xidmətinə. Necə əsəblə gəlib ağanın yanına. Gəldi, İmam Hadinin dostu deyirdilər ona. Gəldi, girdi, oturdu ağanın yanında. Ağa vaxtı gördü, bu narahatdır. Bu danışmamış. Ağa buna dedi ki, Əbu Haşim. Dedi, bəli ağa. Dedi, narahatsan. Səndə o qədər şükr olunası məsələlər var. Dedi, ağa, nə? Dedi ki, biri hələ sənin sağlamlığın. Bu sağlamlıq ki, onu unutmuşsan. İndi pul tapa bilməmsən, evə bir şey ala bilməmsən, narahatsan. O sağlamlığı niyə unutmuşsan? Biri hələ sənin azadlığın. Onu niyə unutmuşsan? Biri sənin İslamın. Onu niyə unutmuşsan? Küfürdə olsaydın, hər nəyin olsaydı nə olardı? Bu dedikcə Əbu Haşim ağlayır. Sonra belə baxdı ağa təbəssümlə dedi, Əbu Haşim, hələ Hadinin dostluğunu demirəm. Sən Hadinin dostusan axı. İmam Hadinin dostusan. Sən bu şəhərə daxil olanda deyirlər İmam Hadinin dostu gəlir. Neçəyə satarsan onu Əbu Haşim? Ağladı dedi, ağa, dünyaya vermərəm onu. Bəzən insan görsün əlində olan nemətlərin qədrini bilmir. Şükrün yerinə yetirmir. Şükür budur ki, insan onu başa düşsün. Görsən biri xəstə yatır. Gedirsən dəyməyə, iadətinə gedirsən. Deyirsən ki, necədir? Deyirlər, şükür Allaha bir qaşıq şorba verdi, içdi. Sup içdi bir qaşıq. Şükür eləyirlər hamısı ona görə. Sən günlərlə, aylarla yeyirsən, içirsən. Deyirlər, bugün yaxşı idi, biz kömək elədik, durdu, oturdu, mütəkkə dayadıq kürəyinə. Biraz bizə qulaq asdı. Danışa bilmirdi, amma qulaq asdı bizə. Dinlədi, gözü ilə bizə. Şükür eləyirlər buna görə. Sən gör, nələr Allah sənə verib. Sağlamlıq bir tərəfdən, övlad bir tərəfdən. Allah təbarək və Teala çalışaq bu nemətlərin qədrini bilək, şükrün yerinə yetirək. Quran buyurur ki, "Lə in şəkartum lə əzidənnakum." Şükr eləsəz artıracam. Bu mübarək aydır. Allah təbarək və Teala bizə bu ayda rahatlıq verib. Biz indi o qədər əsirlikdə olanlar var, çətinlikdə olanlar var, zindanlarda olanlar var. O qədər məsələn məmləkətlər var, evi olmayan, küçələrdə yatanlar, yemək tapa bilməyənlər, iftar tapa bilməyənlər. O su ilə, xurma ilə oruç tutanlar, insan bir onları düşünsün, görsün və onları düşünsün, özün düşünsün bu günlərdə, şükr eləsin. Ona görə buyurur, sizin ən xeyirliniz şükr eləyəninizdir. Ən xeyirliniz qani olanınızdır. Əlbəttə bu demək deyil ha, insan dayansın, artıq məsələn inkişaf eləmək üçün addım atmasın. Xeyr, bu o demək deyil. Bu budur ki, şükr eləyə insan addımlamalıdır. Yoxsulluq, nədarlıq, fəqr insanı sındırmamalıdır, dizə çöktürməməlidir. Və insan çalışmalıdır, öz məqamını görsün, ona şükr eləsin. Öz məqamını səhv salmasın. Cinayəti düz tanısın. Ona bəraət qazandırmasın. O ikinci ki dedik. Mövlanadan bir məsələ yadıma düşdü. Mövləvi deyir ki, bir tülkü gəlmişdi, evlərə girirdi. Oğurluğa, qapılara girirdi. Damların üstü ilə gedəndə gəldi, gördü bir baca var. Dedi, düşün buradan. Düşərəm orada, dükandır yəqin. Öz aləmində belə fikirləşdi. Dükandır, oradan bir toğudan, zatdan tapacam, götürəcəm. Oradan düşən kimi düşdü, rəng dükanı imiş. Rəngsaz dükanı imiş. Düşdü düz bir boçkanın içinə, o da rəng idi. Bir gözəl rəng aldı. Bir təhər oradan çıxdı. Çıxandan sonra sirkələndi, amma rəng yapışdı, qurudu bu. Gəldi tülkülərin içinə. Tülkülər bunu görəndə baxdılar, buna güldülər. Dedi, nəyə gülürsünüz? Mənə niyə istehza edirsiniz? Dedilər, sən görmürsən necə tülküsən. Dedi, mən tülkü deyirəm axı. Niyə bu günə qalmısan? Sənə günüvə güldü. Dedi, yox, mən tülkü deyirəm. Mən toz quşuyam. Özün elə təsəvvür elədi. Bəzən insan görürsən, öz əməlinə bəraət qazandırmaq üçün tülkü özün toz quşu görür. Bildiniz? Bəzən özü səhv eləyənlər var, baxır görürsən
bir aciz heyvandır, güzgüdə özünü şir kimi görür. Görürsən, bu düz addım atmayan adamlar da belədir. Gəlir şəriətdən səhv tutmağa çalışır. Deyirsən, sən şəriətin nəyin bilirsən ki? Deyir, yox, Qur'an-ı Kərimdə sən bilirsən Qur'anı başa düşmək üçün tarix bilməlisən. Sən bilirsən Qur'anı başa düşmək üçün fəlsəfə bilməlisən. Sən bilirsən Qur'anı başa düşmək üçün Qur'an fəsahət elmin, bəlağət elmin, məntiq elmin bilməlisən. Çox təəccüblənirəm. Sosial şəbəkələrdən birində o gün qarşıma çıxıb, görürüm bir nəfər danışır. Deyir, Kərbəla din deyil. Bax ha, Kərbəla din deyil. Adam filologdur. Yəni filologiya elmini oxuyub, yaxşı bildiysən, dilçisən, ədəbiyyatçısan, fars ədəbiyyatından bir şeylər oxumusan, yox bildik. Amma sən din alimi deyilsən, sən dinşünas deyilsən. Sən deyə bilməzsən Kərbəla din deyil və onun altında başqa məqsədlər var. Kərbəla din deyil, ona görə gəlin bunu qoyaq kənara, Aşuranı qoyaq kənara filan eləyək. Əziz qardaş, çox məsələlər var din deyil, amma Allah ondan Qur'anda danışır. Onda danışılmasın da olar. Bəyəm Yunusun balığın qarnına düşməsi din idi. Bəyəm Nuhun tufanı din idi. Bəyəm Yaqubun bəlaları din idi. Bəyəm Yusifin zindanı din idi. Bunlar hamı tarix idilər də, hadisə idilər də. Deyirsən Kərbəla tarixdir. Aşura tarixdir. Əgər tarixdir biz onu danışmamalıyıqsa, Qur'an niyə qissələr, dastanlar, tarixlər danışır? Özü də deyir, nəhnu nəqussu ələykə əhsənəl qisəs. Biz qissələrin, dastanların ən gözəlin sizi üçün danışırıq. Əgər Kərbəla din deyilsə, onu biz danışmamalıyıq çünki tarixdir. Onda niyə Allah tarixləri Qur'anda danışır? Kərbəla ibrət mənbəyidir. Necə ki, Yusif qissəsi, dastanı ibrət mənbəyidir. Sən ki, bunları gözəl bilirsən, niyə avam allatmaq istəyirsiniz? İnsanları Əhl-i Beytdən uzaqlaşdırmaq üçün bu sözləri ortaya atırsınız. Bunlarla avamı allatmaq olar. Din tanıyanları allatmaq olmaz. O biri danışırdı, dostumuz idi. Deyir ki, biz uşaq idik, kətdəndilər, bir kətdən birindən. Bizim qonşu kətdir, elə biz də kətdənik. Qonşu kətlərdən birindəndir. Deyirdi, biz uşaq idik, gəlmişdik. Anam bizə dedi ki, bala gedin, fakin deyirlər, bizdə bir tövlənin bir tərəfi olur, orada toğuqları saxlayırlar, toğuqlar orada yumurtayırlar, yumurta qoyurlar. Dedi, gedin yumurtaları gətirin, toğuğumuz da çox idi, deyir, 15-20-dən yumurtamışdı. Bu qardaşım deyir, belə açdı köynəyin, futbolka var idi əynində, tutdu belə, mən yumurtaları yığdım ora. Evə gələnə qədər oradan dedi ki, qaçaq, görək kim bərk qaçır. Qaçırdıq, deyir, bunun əlindən çıxdı, yumurtalar hamısı töküldü, sındı. İndi deyir, bu məni tutub, mənə deyir, qaqaş, biz yatmışıq, yuxudayıq. İstəyir, indi ana bilməsin, döyər ellər bizi. Deyir, biz yuxudayıq, ana bilməsin, biz yuxudayıq. Deyir, mən də ona dedim ki, mənim böyük qardaşım idi. Dedim, qaqaş, sən yat, mən gedirəm anıya deməyə. Qaçıram anıya deməyə. İndi sən yuxuda olanları, kimi ki yuxu ilə allada bilərsən, onu allada bilərsən o sözlə. Sən yat, biz gedirik Əhl-i Beytdən cəmiyyətə danışmağa. Sən yat. Sən özün o danışan və özünə qulaq asanları yuxuya ver elə. Əhl-i Beyti sevənləri yuxuya vermək olmaz belə. Biz gedirik danışmağa, sən yat hələ. Sən bizi allada bilməzsən bu məsələlərlə. İmam Hüseyn yaxşı adam idi, amma o din deyil. İmam Hüseyn dinin özüdür. İmam Hüseyn dini yaşatdı. Dedilər, Əl-İslamu Muhammediyyül Hudus və Hüseyniyyül Bəqa. İslam Peyğəmbərin vasitəsi ilə gəldi bu din. İmam Hüseynin vasitəsi ilə qaldı bu din. Onun vasitəsi ilə gəldi, bunun vasitəsi ilə qaldı. Bu hələ İslamın özüdür, dinin özüdür. Demək olmaz, Aşura din deyil, Kərbəla din deyil, hələ dindirlər. Məsələləri düz aydınlaşdırmaq lazımdır və ilahi nemətlərə görə şükür eləmək lazımdır. 4. 5-ci məsələ ki, mən hədisdə 5 dənə keçir, 5-ini də deyirəm. Bunu çox saymaq olar, başqa məsumlardan və Qurandan da var. Bu ayələr var. Mən bu hədisə kifayətlənirəm bugünkü verilişdə. 5-cidə Həzrət buyurur ki, səbr eləyənləriniz ən gözəllərinizdir. Səbr İslamda ən ali məqamdır. İnsan səbrlə bütün mənzələləri fəth eləyə bilər. Bütün mərtəbələri fəth eləyə bilər. Bütün istədiyi məqsədlərə çata bilər səbrin vasitəsilə. Səbr ən gözəl nemətdir ki, Əhl-i Beytin həyatında bu necə var öz yerini tutub və göstərib bizə. Səbrin haqqında, məsələn, ən məşhur hədis budur ki, səbr müsibət zamanı, səbr bəla zamanı, səbr mənsiyyətlə qarşılaşanda, səbr ibadət zamanı, səbrin qismləri.
Xüsusilə mən bəzən bu şəhid ailələri ilə görüşürəm, hacı. Məsələn, görürsən, analar var. Mən bir araşdırma edirəm bir şəhid barəsində. İnşallah gələn verilişlərimizdə onu deyəcəm, danışacağam, onun qəhrəmanlığından filandan bir 3-4 dəqiqə, 5 dəqiqə vaxt ayıracağıq Allahın izni ilə. Mən ümumi bir şəhid ailələrinə ki, bizi çox izləyirlər, mən bir peyam burdan bir mesaj vermək istəyirəm Allahın izni ilə. Xüsusilə bu səbr məsələsində. Cənnətə ki, insanlar daxil olarlar, onlara cənnətin qoruyanları bir salam verir. Məntiqdir, İslam məntiqidir. Salam verirlər, deyirlər selamun aleykum bima səbərtum. Sizə salam olsun. Buna xatir ki, səbr elədiniz və dözdünüz. Deməli, səbrin nəticəsindədir cənnətlər fəth olunur. Həm dünyada, həm axirətdə. Bizim bir ustad var idi, danışırdı. Deyirdi, ziyarətlərdən birində idim. İndi bizim də başımıza gəlir belə məsələlər, çox yaxınlaşırlar, soruşurlar. Deyir, bir kişi mənə yaxınlaşdı, dedi, mən Xorasandanam. Dedim, bəli, buyuruz. Dedi, bir 10 dəqiqə sizin vaxtınızı almaq istəyirəm. İstəyirəm gələsiz, mənim xanımım filan yerdədir, dayanıb. Gedək onun 5 dəqiqə, 10 dəqiqə, o bir zamanlar həmişə sizə qulaq asardı. 5 dəqiqə, 10 dəqiqə ona bir səbr barəsində bir söz deyəsiz, danışasınız. Dedim, yaxşı, gedək deyir. Gedə-gedə biz yolda buna dedim ki, nə məsələdir, nə oldu? Dedi, biz İmam Hüseyin ziyarətinə getmişdik. Tərbəyin ziyarətinə getmişdik. Qaydanda hələ birdən 3 dənə oğlum var idi, deyir mən. Bu uşaqlar mənə dedilər ki, gedək Beyruta. Gəlmişdik hava limanından bilet alaq, qaydaq. Bunlar dedi, gedək Beyruta. Dedik, gedək Beyruta. Uşaqlar istədi, biz də bilet aldıq və maddi vəziyyətimiz də yaxşıdır, deyir. Getdik Beyruta. Beyrut dəryasında uşaqlar çimmək istədilər. Biz xanımla oturmuşuq qıraqda, 3 dənə uşaq düşdülər çimməyə. Bunlar elə çimirdi, bir dənə dalğa gəldi, deyir. Ətrafda da adamlar o tərəfdə var idilər. Dalğa gəldi, qaçan qaçdı, dalğa aparanı apardı, bizim 3 balamızı dalğa apardı, deyir. Çıxarda bilmədik. Yoldaşım hər nəydən döndü. Aləm dəydi bir-birinə, deyir. Bu necə oldu, deyir. İndi istəyirəm bizim ustada deyirmiş ustad. İstəyirəm sən ona bir sözlər danışasan. O deyir, niyə belə oldu? Ustad deyir, mən getdim ona danışdım. Bəzi məsələlər danışdım və Əhl-i Beytdən, İmam Hüseyndən buna məsələlər gətirdim. Bunda bir aramlıq oldu, deyir. Bir aramlıq hiss elədim, bunun qəlbinə daxil oldu. Baxın, dünya burada bitmir. Allah rəhmət eləsin şəhidi Sanini, ikinci şəhid. Onun bir oğlu var imiş, onu çox istəyərmiş şəhid. O dünyadan gedir, şəhid narahat olur. Və o Musakkinul Fuad əsərin yazır. Qəlbin aramlıq. Qəlbin aramlıq əsərin yazır. O tərcümə də olundu fars dilinə filanla. Onu şəhid müsibətlər zamanı necə səbr eləmək lazımdır, kimlər necə səbr ediblər, o dastanları danışır. İndi həqiqətən çətindir, mənim də qardaşım şəhid oldu, valideynlər, özüm, yəni mən bilirəm o cavan itkisi ailədə nədir. Onu biz də hiss eləmişik, xüsusən şəhid ailələri bizə yazırlar, məktublar yazırlar, təmkin, təskinlik istəyirlər analar. Yəni onlar sadəcə səbrin müqabilində onlara veriləcək dünya və axirət nəticəni düşünməlidirlər. Yəni insan bu nəticəni düşünəndə başa düşür ki, Allahın onlara verəcəyi nədir? Allah onlar üçün dünya müvəqqətidir. 40 il, 50 il, 100 il. Ondan sonra insan dünyasını dəyişir. Səbr eləyənlər bu məsələlərdə ən xeyirlilərdirlər. Ona görə İmam Rıza buyurur, səbr nələrdə? Səbr var qısa, kiçik məsələlərdə. Səbr var böyük məsələlərdə, danışdığım kimi. Səbr var xanım Zeynəbin səbri, salamullah əleyhanın səbri. Gör nələr dedi. Bu fəna mülküdə heç kim bu qədər qəm çəkə bilməz. Zeynəbin çəkdiyi bu qüssəni aləm çəkə bilməz. 7 qardaşı əlindən gedə bir gündə bacı, bu elə dərddir ki, heç bir bəni adam çəkə bilməz. Heç bir adam oğlu bunu çəkə bilməz. Huzurunuzda oxudum, bağışlayın. Yəni heç bir bəni adam bunu çəkə bilməz. Xanım Zeynəbin o böyük müsibətin. Nə gözəl bizə vurğulayır İmam Rıza əleyhissalam. Buyurur ki, sizin ən xeyirləriniz səbr edənlərinizdir. Dözümlü olanlarınızdır. Və o dözümün müqabilində həm dünyada ən xeyirlərinizdir. Və bəşşiri sabirin. Və
cənnətə daxil olanda sizə deyiləcək: "Selamun aleykum bima səbərtum." Səbr elədiyinizə görə salam olsun sizə. Allah inşallah bu gözəllikləri bizə nəsib eləsin. Amin. Bu 5 dənə saydığımız xüsusiyyət ki, bu verilişdə keçdi. Allah onları cümləmizə nəsib eləsin inşallah. Və həmçinin Allaha and verirəm, bu mübarək ayın ehtiramına Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şifa versin. Əsirlərimizi azad eləsin. Allaha and verirəm, öz izzət və cəlalına bütün çətinlikdə olanların işlərinə fərəc inayət eləsin və xüsusilə şəhid ailələrinə Allah səbri cəmil inayət eləsin. İlahi amin. Hadi təşəkkür edirik. Allah razı olsun. Cümləmizdən. Allah bizi həqiqi bəndələrdən qərar versin. Amin. Allah Teala razı olmuş bəndələrdən bizi qərar versin. Mübarək Ramazan ayında Allah bizi bağışlasın. Amin. Gələn günlərimiz xeyirli, bərəkətli olsun. Təşəkkür edirəm hacı. Əziz və dəyərli tamaşaçılarımız, verilişimiz sona çatır. Gələn verilişlərə dək. Sağ olun.